Salam aleyküm millət. Mən Kərim Qulluq, Avropada Vroclav şəhərindən salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bu gün sizə nədən bahsəlmək istəyirəm? Bu gün həftənin bazar günüdür hal-hazırda. Bazar günlərində bunların Avropada polakların ibadət günüdür. Gəlin sizə bunu göstərəcəm. Hal-hazırda millət burada ibadət edir. Gördüyünüz kimi. Həftənin bazar günlərində bunların ibadət günüdür. Görün sən girib çəkə bilirsə göstərə biləcəm. Baxın. Bunların ibadət günüdür hal-hazırda. Mən təxminən elə şəşəm ki, tək bunların da mən bəzi yerlərdə görmüşəm, Ukraynalıların da ibadət günü olur. Yəni bazar günlərində papaz orada dua edir. Yəqin bunların dua səsini eşitmiş olarsınız hamınız. Bizim papaz, yəni bizim dayı orada nəsə deməyə çalışır. Bu dəqiqə mən vuruq dəngəsə elif döyəcəklər. Bura kilsədir. Bunların ibadətxanasıdır. Gördüyünüz kimi burada belə şam yandırırlar. Əslində bu şam yandırmaq bizim müsəlmanlarda da var. Yəni nə yalan deyim. Bizim şəhərdə də var. Bizim dayının söhbəti edir. Görüm yaxınlaşa bilərəmsə tam göstərəcəm. Sən ya deyək mən dəngəsə elif göndərəcəklər buradan. Ara yerində çərdə bazarlıq da gedir orada. Kitab satırlar, alver edirlər. Amin. Amin. Papasımızın üzünü gördüm. Amin. 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 O da gördüğünüz gibi millet ibadetle meşgul oldu. Amin. Sağ olun. Yüce İsa sizi korusun. Yaxşı, mən gedim də mən döyəklər. Hamınızın günahlarınızı İsa'ya tapşırıram. Hamınızın günahlarınızı Yüce İsa büyüsün. Yüce İsa sizi korusun. Bu arvad da baş əyməkdən başı qırıldı. Papasın qabağında əyildi qaydası, Allahın qabağında əyilsi demək ondan yaxşıdır. Sizə gözəl ibadətlər. Amin. Amin. Gördüyünüz kimi etapda, yəni mənim bildiyim nəzarətə görə, yəni bunların sadəcə bu bazar günü olur. Həftədə bir gün ibadət edirlər və bu həftədə bir günündə misal üçün bunlar saat 10:00-da, buranın saatında 10:00-da ibadət başlayır. Ta 11-ə kimi. 11-ə kimi belə davam edir. Amma həmçinin belə irəlidə, biraz az irəlidə Ukraynalıların da öz məscidi kilsəsi var. Yəni gördüyünüz kimi, bu da bizim papaz xaladır. Gördüyünüz kimi papaz xalaydı o. Belə göstərsəm mənə. Bax, buralar kilsədir. Bu da papaz xaladır. Salam xala. Yüce İsa sizi qorusun. Yəni etapda məsələ, bax bunların, bax bu dəqiqə sakitçilik ibadət günü olduğu üçündür.
Həftənin bir günü. Oradan çıxandan sonra gedəcəklər yeyib içməyə. Vur çatlasın, çağ oynasın məsələsi olacaq. İndi sizə Ukraynalıların kilsəsini göstərəcəm. Orada da elə həmçinindir. İnancları eynidir. Sadəcə mənim eşitdiyimə görə az fərq var. Amma inancları eynidir. Hamısı da İsa'ya inanır. Hətta mən bir dostum var, Polyakca, yəni mənim Azərbaycan dilindən daha yaxşı danışır. Danışıb deyib ki, bu yəni nədir bu? Deyir, Ukraynalılar İsa'yı Allah bilir. Estağfurullah. Polyaklar da ki İsa'yı Allah'ın oğlu deyə bilir. Nəuzubillah. Belə indi mən sizə Ukraynalılardan məqsədini göstərəcəm. Az səbir olun, getdik. Davam edək. Bu gördüyünüz halda svetofor elə bir besmatlı svetofordur. Çatanda qutarır alaba. Qoymadı çataq. Bir çataqdan bir çataq oyunsun, çataq. Yara deyə. Bax bu gördüyünüz kilsədir. Sən babat kilsələri var ha. Babat kilsələri var. Bu kilsəyə gələn pulları başı kimdədir bilmirəm. Onlarla qohum olmaq lazımdır ya da dost tanışlıq qurmaq lazımdır. Babat pul gəlir bura. Qaqam elə geyinib, elə cırılır, elə bil bundan yoxdur da. Sən öl. İndi gedək Ukraynalıların kilsəsinə. Ya Tbilisi, Karamanı, ah Batumi, zaten varım. Cev Ukraynalıların kilsəsində bu mahnı oxuyacağım. Ya Tbilisi, Varam. Ha bax gördüyünüz kimi bax Ukraynanın bayrağı da oradadır. Hal-hazırda millət girir içəri və bax bunların hamısı ora gedib. Bu da Ukrayna bayrağı. Allah'ın kilsəsi. Bax gördüyünüz kimi Beşirəqovlar. Bu gün ibadət günündə hal-hazırda getdiyim. Axırda məni kimsə döyəcək. Hal-hazırda ibadətdə içəridə təmir edir. Kamerada var. Sağ olun. Allah qəbul etsin ayqa. Bu da gördüyünüz Ukraynalıların ibadətxanasıdır. Amin. Yüce İsa hamımızı qorusun. Hamımız sağ. Mən isə salamat. Gördüyünüz kimi burada Ukraynalıların ibadətxanasıdır. İbadət edirlər. Hal-hazırda burada Ukraynalıların ibadətxanası və kilsəsidir bura. Hal-hazırda təmir edir. Bu kadar kilsə də hara qalxır. Bu kadar hündə kilsə olar. Sən öl. Ne kadar da şam yandırıblar. Mesela içəri işıqlandıran bu şamlardır. Sən öl. Yaxşı, Yüce İsa sizi qorusun. Allah qəbul eləsin. Gecəniz xeyrə. Neyse millət. Gördüyünüz kimi bugünkü mövzumuz hal-hazırda bundan ibarət idi. Bazar günü bu Hristiyanların ibadət günüdür, bunu bildiniz. Yəni gəlirlər, ibadət edirlər, bir kitabdan edirlər içməyə. Çox enteresan inanclar var. Amma əslində mən istəmirəm. Düzdür, deyirəm, İsa sizi qorusun. İsa Peyğəmbər, Salatullah, bizim də Peyğəmbərimizdir. Sadəcə bunlara vaxtıya səhv gəlib bilgi, səhv tanıyıblar. Onun üçün həmçində bunlar yəni səhv edir. Misal üçün İsa Peyğəmbər tək Allahlığı təbliğ eləməyə gəlib. Bu insanlar da İsa'yı Allah olaraq tanıyıblar. Yəni Allah Teala İsa Peyğəmbəri qeybə çıxanda bunlar lap inandılar ki, Allah oğlunu yanına təkdə yapsınlar.
Neyse. Mən əslində heç kimin inancına bir söz deyə bilmərəm. Ya da pisləyə bilmərəm. Çünki bu günləri mən kimisə inancına, kimisə də dininə, kimisə də inancını pisləsəm, həmin insan da sabah mənim dinimə, inancıma pisləyər və küfür edər. Onun üçün də hər insanın dininə, imanına və yaşadığı belə yaşayışına özünə görə hörmətim var. Ən azından belə baxanda, yəni bizim millətə nisbətən baxanda, ya baxdınız, gördünüz. Yəni bu kilsədə nə qədər millət var. Heç bizim cümə məscidimizdə bu qədər millət olmur. Tənbə də biz özümüzə müsəlman deyilik. Oldu. Neyse. Siz sağ, mən salamat. Allah'a emanet olun. Kərim Vlog kanalınızdan hamınıza çoxlu salam dua. Avropadan salamlayıram. Ayaq durmayın, çıxın gəlin Avropaya. Kanalıma abunə olun. Videoyu bəyənin. Fikirlərinizi çox önəmlidir mənim üçün. Fikirlərinizi yazın. Narahat olmayın. Kanala abunə olanda barmaqlarınız qırılmır. Sağ salamat.